Mən İskəndərli Nigar Bəhram qızı. Mənim problemim zəif görmə və səhvgözlükdür. Məndən öncə hər ildə bir bacım əməliyyat olub, Sevilnur doktor tərəfindən əməliyyat olunub və hal-hazırda görmələri 100%-dir və birazdan əməliyyata daxil olacağıq. Daha sonra təəssüratları sizlə bölüşəcəm. Nigarı əməliyyat edirik. Nigarın mənfi nömrəsi 2, üzərində mənfi 2 astigmatizm var sağ gözündə. Sol gözün nömrəsi biraz çoxdur. Mənfi 4,5, üzərində mənfi 2,5. Nigar uzun illərdir izləyirəm. 18 yaşın tamam olmağını gözlədik və bugün femtolastik əməliyyat edirik. Buynuz qişadan ayıracağımız flebi lazer üsulundan ayıracaq. Ailənin 3-cü övladıdır. İlk bacısı Ləman doktor əməliyyat etmişəm. Daha sonra ikinci bacımızı. Bugün düz bax canım mənim. Nigarın əməliyyatıdır. Birinci mərhələdə gördüyünüz bu hissə lazer üsulu ilə flebin ayrılmasıdır. Son 1 saniyə və bitdi. İkinci mərhələdə mənfi nömrələrimizi siləcəyik inşallah. İkinci mərhələyə gəldik. Nigar, yaxşısan qızım? Bugünün ən əsəbləri sakit, ən rahat pasiyentidir. Mənfi nömrələri silirik. Əla. Sağ gözün tamamilə bitdi Nigar. 100% görəcəksən. Gözün aydın. Super. Əməliyyat bitdi və çox yaxşı keçdi. Özümü çox yaxşı hiss edirəm. Sevilnur doktora çox təşəkkür edirəm.